Medianın İnkişaf Agentliyinin təşkilatçılığı ilə ictimai proseslər media müstəvisində mövzusunda 3-cü forum keçirilir. Forum çərçivəsində paneldə hansı mövzular ətrafda müzakirələr aparılacaq? Bu barədə daha ətraflı bizə birbaşa bağlantıda əməkdaşımız Lalə Allahverdiyeva məlumat verəcək. Lalə, efirdəsiz. Altında qalmış torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası və həmin ərazilərdə sürətlə aparılan yenidən qurma işləri... Hər vaxtınız xeyir. Medianın İnkişaf Agentliyi tərəfindən keçirilən ictimai proseslər media müstəvisində mövzusunda keçirilən 3-cü forumda operativ və düzgün şəkildə ictimai proseslərin işıqlandırılması əhəmiyyətindən danışıldı. Həmçinin WUF 13 Ümumdünya Şəhərsalma Forumu çərçivəsində medianın göstərəcəyi fəaliyyət, media savadlılığının artırılması mövzusunda çıxışlar edildi. Hazırda isə şəhərsalma və memarlıq ilində media gündəmi mövzusunda panel sessiya keçirilir. Burada isə həyata keçirilən layihələrdən, aparılan islahatlardan bəhs olunur. Bu panel müzakirəsindən sonra isə rəqəmsal mühitdə gözlənilməz risklər, zərərli informasiyaya qarşı birgə mübarizə, həmçinin rəqəmsal inkişaf, media, süni intellekt və innovasiya mövzularında panel sessiyalar keçiriləcək. Bu sessiyalarda isə dezinformasiyanın qarşısının alınması, rəqəmsal savadlılığın artırılması, həmçinin mediada süni intellektin yaratdığı imkanlardan danışılacaq. Hələlik mənim çatdırmaq istədiklərim bundan ibarətdir. Söz sizdədir. Çox sağ olun, Lalə, ətraflı məlumatlar üçün təşəkkürlər.